bu gözlənilən idi. Amerika Birləşmiş Ştatları da çox yaxşı bilirdi ki, insanlar istər-istəməz səfərbər olunacaq. Çox yaxşı. Necə olurdu? Yadınıza gəlir bu savaş başlayanda mən dedim ki, bu savaş bir variant idi. Savaş gözəl bilirdi bu. Bu bir variant idi. Yox, savaş başlayanda mən nə dedim bu studiyada? Dedim ki, bu savaş ona aparıb çıxaracaq ki, İranda hərbi xunta formalaşacaq, hərbi diktatura hakimiyyət ələ keçirəcək. Yəni nətər olur? Və Amerikada bunu istəyirdi, hə? Mən nətər proseslərin gedişi ona aparıb çıxaracaq. Yox, Elman mənim istəyirdi, istəmirdi. Söhbət ondan getmir ki, hətta Amerika Birləşmiş Ştatları bunu istəyir. Amerika Birləşmiş Ştatları bilirsiniz nə istəyir? Yox. İndi bilmirəm, həqiqətən indi bilmirəm. Amerika Birləşmiş Ştatları istəyir ki, şahı gətirsin, orada otursun. Əvvəlki kimi və İran onun tapşırığı ilə durub otursun. Amma alım var. Doğrudan mı şahı gətirmək istəyirdi? Alım müəllimlər əməlli başlı polemikaya girmək üçün məsələləri qoyur. Əməlli başlı polemikaya. Yaxşı, indi mən soruşuram. Soruşuram onda şah... Məsələn, Sahib müəllimin dediyi fikir ona görə tənqidə dözmədi ki, İrana hücumla bağlı çox ciddi müzakirələr getdi. Və qərargah rəisləri hətta əleyhinə olublar ki, İranla müharibəyə başlamayaq. Vance əleyhinə olub, amma dövlət katibi deyib ki, başlayaq, yəni müdafiə edib. Əməlli başlı fikir ayrılıqları olub, son nəticədə Trumpın mövqeyi işləyir. Bir də ki, və Trumpın mövqeyi niyə işləyir? Çünki Epstein məsələsi çıxmır. Bizə elə gəlir ki, Amerikada o qədər beyin mərkəzləri var, strateji düşüncə mərkəzləri var. Düzdür, var. Ancaq yəni bunlar prezidentə o qədər variantlar verir və bu variantların içində ən düzgün seçilir. Ən düzgünü olsaydı Vyetnama da girməzdi. Mən sizdən soruşuram. Vyetnama girəndə bilirdi ki, bu qalib gələcək əminliklə. Məğlub oldu. İraqa girəndə həmin o dediyi... Vyetnama görə, fransızlara görə girdi. Fransızlar orada bütün onların koloniyası idi. İraqa girəndə də, İraqa girəndə də Bush'un qarşısına qoymuşlar variantlar ki, və Suriyada ki, gir qələbə 100%'dir. Başına min oyun gəldi. Əfqanistan'a 2001-ci ildə girəndə deyirlər ki, hər şey 20 ildən sonra biabısı məğlubiyyətlə çıxdı. Burada bilmirəm, Amerika Birləşmiş Ştatları öz məqsədinə çatdı, çatmadı, İran çatmadı, amma Elçin müəllim öz məqsədinə artıq çatıbdır. Pluralizmli, demokratiya. Bilirəm, mən indi sizdən soruşuram. Elman müəllim dedi ki, tənqidə dözmür. Mən sizdən soruşuram, bu Davos forumunda bu Rıza Pəhləvi niyə peyda olmuşdu birdən-birə? O nəyi belə deyər, nəyə təsir edə biləcək adam idi? Hansı sahənin bir eksperti idi ki, bu savaş qabağı ona aparıb Davos forumuna çıxartmışdı? Yaxşı pulun varsa, siz də Davos'a gedə bilərsiniz. Yox, məsələn ondan... Nəyin ekspertidir o? Nəyin eksperti idi? Yəni onu Avropadan dəvət ediblər. Yox, aydındır dəvət ediblər, amma Birləşmiş Ştatlar Trump üçün orada o namizəd deyil. Trump üçün namizəd deyil. Selki müəllim də elə fikirləşir ki, deyildi. Siz Amerikanı araşdıran bir mütəxəssis, amma mən sizə bir məsələni deyim. Amerika Birləşmiş Ştatları və yaxud da ki, digər böyük dövlətlər bir müharibəni edəndə ancaq bir ssenar üzərində düşünmürlər. Maksimum planlar olur, minimum planlar olur, bir neçə ssenari olur. O ssenarilərdən biri buydu ki, o ssenarilərdən biri buydu ki, bu məhv edəcəklər. Afqanistanı çəkdim, İraqı çəkdim. Hamısında ssenari axırda biabırçı məğlubiyyətdir. Yox, heç birində mən fikirləşmirəm. Hamısı da düşünülmüş gedir. Biabırçı məğlubiyyətdən söhbət getmir. Natamam qələbədən söhbət gedir. Natamam qələbədir orada. Talibanı 2001-də Talibanı kim devirdi? Əsas məqsəd nədir? Ona görə devirdi ki, 20 ildən sonra yenə onun hakimiyyətə gəlsin. Elman müəllim, əsas məqsəd nədir? İdarə olunan xaos yaratmaqdır, yoxsa yox? Məqsədə çatılır, çatılmır. Mən ondan narahatam ki, Birləşmiş Ştatlarla bizim də əlaqələrimiz çox inkişaf edib, strateji tərəfdaşıq, amma Trumpın bu siyasətin əsasında və dünənki məlumatdır, reytingi 36% enib. Və 2 noyabr seçkiləri bugün olsaydı, o məğlub olardı onun partiyası. Biz Amerika Birləşmiş Ştatları tarixində Woodrow Wilsondan sonra ən çox hay məsələsinə sədaqətli bir nəfərin prezidentliyi ilə də özləşmişik. Onun dönəmində də öz mövqelərimizi bu regionda heç vaxt olmadığı qədər gücləndirmiş. Yox, o aydındır. Yəni, Azərbaycan öz siyasətini... Sadəcə olaraq yeni bir... Cənab Trumpın Amerika Birləşmiş Ştatlarına
prezidentliyi dövründə iki ölkə arasında çox böyük irəliləmələr var. Biz istəyirik Amma o proseslər demək deyil elə ki, getsin ki, o yenə də hakimiyyət o demək olsun. deyil ki, o tutaq ki, hakimiyyətdən gedəndə bizim üçün çox böyük təhlükələr baş verir. Amma Elçin mən keçən dəfə dedim, o fikrimə yenə qayıdım. Mən elə gəlir ki, Birləşmiş Ştatlar bu müharibəni yarıda saxlayacaq. Qalib gəlmişik deyib qoşunlarını çıxardacaqlar. Məğlub ola. Və qalibiyyəti artıq ilk gündə elan edib və bu gün də Mən elan onu edib. deyirəm ki, 27 gündə mən bunu eşidirəm qalib. Mən təəccüblənmərəm. Bu günləri Trump deyir ki, biz İranda hərbi əməliyyat aparırıq, biz müharibə aparmırıq. Bəli. Və mən təəccüblənmərəm ki, əgər Trump görsə ki, Birləşmiş Ştatlarda seçkilərdə onun partiyasının məğlubiyyəti realdır, bu üstünlük təşkil etdiyi konqresdə hər iki palatada məsələni qoyacaq ki, İran müharibə elan edilsin. O hərbi əməliyyat idi. Müharibə elan edilən... Seçkini ləğv eləmək üçün. Yox, seçki gözləyə bilər, təxirə salınır. Hətta yəni. Bəli. Maraqlıdır. O müharibə sözünü ona görə dilə gətirmir ki, Trump o sözdən qorxduğuna görə deyil. Əksinə hətta Müdafiə Nazirliyi müharibə naziri Onun ilə. üçün konqresin icazəsi lazımdır. Aysa. Çünki War Powers Resolution deyilən bir şey var. Müharibə sənədləri Nixonun vaxtında. Mən də deyirəm O da gələcəkdə müddəti 60 gün. Mən də deyirəm gələcəkdə bundan istifadə edir. Konqresdən icazə almamaq üçün müharibə adlandırmır. Amma bu parlamentin icazəni ala bilər. Niyə? Çünki üstünlük təşkil edir. Yenə görünür istəmir də. Çünki müddəti var 60 gün. 2 noyabrdan sonra nə olacaq onda? Özü 60 gün müddəti ona verənlər. Yəni İran davam edəcək 2 noyabra qədər. 60 gün. Yox, İran müharibəni Amerika saxlaya bilər. Aha. Saxlaya bilər. Amma ən dəhşətlisi odur ki, əgər saxlansa, İran İslam Respublikası tarixində olmadığı səviyyədə uranı zənginləşdirib nüvə silahına malik olmaq Və güclü bir dövlət Və olacaq. hətta deyilənə görə 422 kiloqramlıq ki, o nüvəsi var, nüvə zəngin. Ondan 10-12 nüvə başlığı hazırlamaq mümkündür. 11 demişlər, bəli, haqlısınız.